Ağdamda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin, Ağdam Rayon Mədəniyyət Mərkəzinin Turacı Rəqs qrupunun birgə təşkilatçılığı ilə 30 may 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Uşaqların Dəb Dünyası adlı əyləncəli tədbir keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tərgül dəstələri düzülərək ruhi ehtiramla yad edildi. Tədbir Ağdam Muğam evində davam edib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri, Ağdam rayon təhsil sektorunun müdiri, rayonun ümumi təhsil məktəblərində təhsil alan şəhid və qazi ailələrinin övladları, ümumi təhsil məktəblərinin şagirdləri iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlamış. Daha sonra iştirakçıların çıxışları ilə davam etmişdi. Çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Uşaqların bayramını təbrik edərək, ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdi. Tədbirdə uşaqların iştirakı ilə Dəb və Turacı Rəqs qrupunun rəqslərinin nümayişi təşkil edilib. Münsif qismində çıxış edən uşaqlar həmyaşıdlarının təqdimatını qiymətləndirib. Uşaqlar maraqlı rəqs nömrələri göstərib, şən mahnılar oxuyublar. Yekunda iştirakçılara təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.